Süd bişirirəm və südün aşıb daşmaması üçün üzərinə çoxdandan bildiyim belə bir fikir var ki, taxta qaşıq qoyarkən süd qalxsa belə aşıb daşmır. Gəlin baxaq. Yavaş-yavaş həcmi şişməyə başlayır. Görək nə olacaq. Ya Allah. Ya Allah. Deyirlər ki, məsələn, taxta qaşıq qoyanda göz süd aşıb daşmırmış. O qədər belə aşırıb daşırmışam ki, uşaqlı olandan. Gördüyünüz kimi həcm qalxır, qalxır. Mətin, hər an söndürərsən. Qalxır. Əlini yandırırsan. Budur. Hansıdır? Ən axırıncı. Yandırırsan. Əlini yandırırsan. Hazır ol. Qaşığa dəydisə. Başsın. Daşmasın. Niyə daşsın? Nə var daşsın? Adə yox, nəşə daşır. Kim təmizləyəcək sonra üstünü? Sən təmizləyəcək. Bana fikir ver. Ortası boş oldu. Ortası boş oldu. Turqay deyəm, bir qucağımda Turqay. Əmətin başını çək. Qaşlarını çarpma. Aha, deyərsən. Şaxta babadır gələn. Nədir bu? Nədir bu? Şaxtalar gəlsən. Cız var, əli ver, vurma. Deyən görək, Mətin, gəl bura, hər ehtimala qarşı gəl. Deyən Turqay. Diqqət et o tərəfindən daşar. Haydi, daşsın. Cız, əlini vurmaq olmaz. Cız Turqay. Onu mən ödəyəcəm. Qaynadı artıq, pişdi, daşmır. Görürsən, qaynama başladı. Deyən, parmaqlama. Qaynardı bu bir, ikincisi də hara vursun. Bax, köpü geri selir. Toxun, görəcəksən istidir. Toxun Turqay. Əla, düz imiş. Dədələr, babalar düz kəşf edib. Bilmirəm, kim kəşf edib, hər kim kəşf edibsə. Allah. Qalanına da rəhmət, özünə də rəhmət. Can. Ölənlərinə də rəhmət. Söndürə bilərsən. Daha aşıb daşan deyil. Əlacıq. Oha, bu da güzel. İşte bu qədər.